Herkese salamlar. Bugün sizlerle birlikte Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi birinci hissədən Albaniya dövlətinin izahına baxacaq və yaxud da biz çəkəcəyik yəni. Vaxt itirmədən suallarımıza başlayaq. Sizdə nəsə sualınız olsa, təəssüratlar yaransa, rəylər bölməsinə yaza bilərsiniz. Sizə cavab veriləcək. Bismillah, getdik. Eramızdan əvvəl 65-ci ildə baş vermiş vuruşmanın nəticəsi Atropatena qoşunları məğlub oldu. Ümumiyyətlə, eramızdan əvvəl 66-cı ildə deməli Kür döyüşü, 65-ci ildə isə Qanıq döyüşündə Atropatena dövləti vuruşmamışdı. Ona görə A variantı düzgün cavabımız deyil. Albanlar qalib gəldi. Hər iki döyüşdə də Albanlar məğlub olur. Roma sərkərdəsi Pompey qalib gəldi. Bəli, bu düzgün cavabımızdır. O dövrdə Roma qoşunlarına komandanlıq edən Pompey idi. Roma sərkərdəsi Antoni eramızdan əvvəl 60-cı illərdə deyil, eramızdan əvvəl deməli deyə bilərik 36-cı ildə Fraspa döyüşü, şərqə yürüyüş, onu deyə bilərik, amma 65-də yox idi. Romalılar müqavimətə rast gəlib geri çəkildi. Bu da Fraspa döyüşünə aiddir. Eramızdan əvvəl 66-cı il vuruşmasının nəticəsi Romalılar məğlub olub geri çəkildi. Bu aid olmayacaq. Albanlar məğlub olur əslində. Atropatenalılar bu döyüşdə iştirak eləmir. Albanlara köməyə gəlmiş Atropatena qoşunları müttəfiq deyildilər. Niyə köməyə gəlsinlər? Artabaz qalib deməli gəldi. 66-cı ildə Artabaz yox idi. Alban hökmdarı Oroys məğlub oldu. Bəli, o dövrdə Albaniya hökmdarı Oroys idi. Deyir, qədim Atropatena və Albaniya dövlətlərinin tarixinə aid oxşar cəhət. Əhalisinin yalnız atəşpərəst olması çox tanınlıq dinlərinə də sitayiş edirdilər. Qul əməyindən yalnız maldarlıqda istifadə edilməsi, bu deməli yalnız maldarlıqda deyil idi, amma həqiqətən də qul əməyindən istifadə az olmuşdu. Çünki əsas təbəqə azad insanlar idi. Amma sadəcə maldarlıq deyə bilmərik. Qərbi Roma imperiyası ilə mübarizə aparması, Qərbi Roma imperiyası 395-476-cı illərdə mövcud olub. O dövrdə isə Atropatena dövləti yox idi. Buna görə C də düzgün deyil. Quldarlıq münasibətlərinin mövcud olması, bəli, hər ikisi də eramızdan əvvəl yarandığına görə quldar dövləti idi və monarxiya idilər. Xəzərlərin hərbi yürüşünə məruz qalmaları isə sadəcə Albaniyaya aiddir. 4. Qədim Atropatena dövləti qədim Albaniya dövlətindən fərqli olaraq, yəni bu deməli izahda demək istəyir ki, sadəcə bu Atropatenaya aid olsun, Albaniyaya aid olmasın. Roma qoşunlarını məğlubiyyətə uğratmışdır. Elə cavabımız deməli bu olacaq. Çünki qədim Albaniya deyəndə sizin ağlınıza 359 Amid döyüşü də gələ bilər. 371 nə bilim deməli şey də gələ bilər. Dizirav döyüşü də gələ bilər. Amma burada qədim Albaniya deyilir. Ümumiyyətlə Azərbaycan tarixində qədim dövr 3-cü əsrə kimi deməli mövcud olub. O da deməli feodalizmin yaranmasına qədər ki dövr. B variantında deyir, Azərbaycanın şimal hissəsində meydana gəlmişdir. Bu sadəcə Albaniyaya aiddir. Ən qədim pullar yerli hökmdarların adından kəsilmişdir. Atropatenada Makedoniyalı İskəndərin adından kəsilir. Sonra Alan tayfaların hərbi yüklərə məruz qalmışdır. Hər ikisinin oxşar cəhətidir. Eramızdan əvvəl 1-ci minillikdə yaranmışdır. Hər ikisinin oxşar cəhətidir. Ona görə cavabımız olur A variantı. 5-ci sual. Albaniyanın eramızdan əvvəl 65-ci il və eramızdan əvvəl 36-cı il tarixlərinə aid oxşar cəhət. Eramızdan əvvəl 65-ci ildə Roma sərkərdəsi Pompey buraya gəlir, hücum eləyir. Eramızdan əvvəl 36-cı ildə isə deməli Antoninin sərkərdəsi olan Kanidi Albaniyaya hücum eləyir. Yəni Romalıların hərbi yüklərinə məruz qalması, çünki 36-da Pompey yox idi. 6-cı sual. 1-ci-3-cü əsrlərdə Alan tayfaları hansı ərazidən keçərək Albaniyaya yürüş etmişlər? Əlbəttə ki, Çoladan və yaxud da Dərbənd də deyə bilərsiniz, Dərbənd qalasından. Ona görə cavabımız burada olacaq B variantı deyərkən, yəni 5 rəqəmi cavabımız olacaq D variantı. Eramızdan əvvəl 1-ci əsrdə Atropatena və Albaniya tarixinə aid oxşarlıq. Roma qoşunlarının hərbi yürüşlərinə məruz qalmaları, bəli, sabahdan dediyimiz döyüşlərin hamısı eramızdan əvvəl 1-ci əsrdir. Qədim Albaniya dövlətinə aid deyil. Cənub qonşusu Atropatena dövləti idi, doğrudur. Romalıların yürüşünə məruz qalmışdı. Döyüşlərin adını çəkdiyi Kür döyüşü, Qanıq döyüşü və s. qədim Albaniya dövlətinə aiddir.
Alan tayfalarının hərbi yürüşlərinə məruz qalmışdı 1-ci, 3-cü əsrlərdə, düzgündür. Hətta ən böyük yürüşü bizim eranın 70-74-cü illərində baş vermişdir. Roma imperiyası ilə əlaqələr saxlamışdı, düzgündür. Roma imperatoru Adrian Albaniya dövləti ilə deməli dostluq əlaqələri saxlayır. Kara döyüşündə qələbə qazanmışdı. Parfiya və Atropatena qoşunları idi. Bu Albaniya dövlətinə aid deyil. 9-cu sual. Qədim Albaniya və qədim Misir dövlətlərinə aid oxşar cəhət Yunan qoşunları tərəfindən işğal edilmişdir. Yunan qoşunları tərəfindən Albaniya deməli işğal edilmir. Makedoniya imperiyasının satraplığı olmuşlar. Deməli Albaniya dövləti yarananda Makedoniya imperiyası mövcud deyil idi. Artıq dağılmışdı Makedoniyalı İskəndərin ölümü ilə. Alan tayfalarının hücumuna məruz qalmışlar. Misir deməli məruz qalmayıb. Romalıların hərbi yürüşünə məruz qalıblar. Albaniyanı sadaladıq. Misir isə eramızdan əvvəl 30-cu ildə hücuma məruz qalmışdır. 10-cu sual. Qədim Atropatena və Albaniya dövlətlərinə aid oxşar cəhət. Deməli, əhalinin tək tanrıya etiqad etməsi çox tanrılı idi. Azərbaycanın cənubunda yaranmaları Albaniya şimalında yaranmışdı. Təsərrüfatının bütün sahələrində qul əməyindən geniş istifadə edilməsi bütün sahələrində deyil idi. İndicə deməli izah elədiyim kimi qul əməyindən Atropatena və Albaniyada əlbəttə ki quldarlıq münasibətləri, qullar olubdu, amma az sayda olub. Cəmiyyətin əsas təbəqəsi azad kəndlilər idi. Yəni qul əməyindən çox istifadə etmirdilər. Yunan mədəniyyətinin təsirinə məruz qalmaları, bəli, hər ikisi də Yunan mədəniyyətinin təsirinə məruz qalıb Makedoniyalı İskəndərin imperiyası nəticəsində. Çünki Yunan deməli Makedoniya imperiyası da Yunanlar da deyə bilərik də, varisləri kimi bir şeydir. Onlar dağıldığı və onların yerinə yaranan dövlətlər Atropatena, Albaniya idi Azərbaycanda. Beləliklə Yunan mədəniyyətində də əslində təsirinə məruz qalıblar. Azərbaycan ərazisində vahid dövlətə birləşdirmələri isə bu dövrdə elə bir söhbət gedə bilməz. Yenə oxşar cəhət istəyir. Bu səfər də cavabımız artıq nətər desəm, mədəni dildə desək, gözümüzə girir deyə bilərik əslində, mədəni şəkildə deməyə ehtiyac yoxdur. Həm Atropatena, həm Albaniya Roma hücumlarına qarşı mübarizə aparmışdır, o qədər. Eramızdan əvvəl 4-cü əsrin sonları, 3-cü əsrin əvvəllərində İberiyadan, yəni Gürcüstandan Xəzər dənizinə qədər arasında yaranmış qədim Alban dövlətinin paytaxtı. Azərbaycan dövlət deyir. Mən Alban dedim, çünki bu Albaniya dövlətindən bəhs eləyir və həmin əsrlərdə Albaniya dövlətinin paytaxtı Qəbələ şəhəri idi. Cavabımız 5, yəni C variantı. Yəni paytaxt da istəyir deyirsən, bəli, dövlətin paytaxtını müəyyən edin. Eyni əsrlər, yəni Albaniya 1, cavabımız Y variantı. Qədim İskit və Alban tayfalarına aid ümumi cəhət. Eramızdan əvvəl 1-ci minillikdə dövlət qurmuşlar. İskit padşahlığı eramızdan əvvəl 7-ci əsrdə, yəni 1-ci minillik. Alban tayfaları isə eramızdan əvvəl 4-cü əsrdə Albaniya dövləti Makedoniya imperiyasının dağılması nəticəsində. Albaniya dövlətinin eramızdan əvvəl 1-ci əsrin 60-cı illər tarixinə aiddir. Baxırıq, Makedoniya İskəndərin adından pulların kəsilməyə başlaması hətta 4-cü əsrə qədər gedir bu eramızdan əvvəl. Antoniya qarşı mübarizə aparılması yoxdur. Alan tayfalarının yürüşünə məruz qalması eramızdan əvvəl deyil, bizim eram 1-ci əsrdir. Pompeyin başçılığı ilə Roma qoşunlarının hücumuna məruz qalması əlbəttə ki, düzgün cavabımızdır. Sabahdan deyirik, eramızdan əvvəl 65 Kür döyüşü, Qanıq döyüşü, eramızdan əvvəl 66 Kür döyüşü Roma qoşunları ilə Albaniya qoşunları arasında. Albaniya dövlətinin eramızdan əvvəl 1-ci əsrin 60-cı illərinə aiddir. 2-ci Sarqon yürüşünə məruz qalması 2-ci Sarqon yox idi. Qavqamela döyüşü 1-ci əsrdə baş verməyib. Paytaxt şəhəri Qəbələ idi, Qazaka deyil idi. Oroz tərəfindən idarə edilməsi Romalıların yürüş ərəfəsində hökmdar Oroz idi. Sonra 1-ci əsrdə də Urartu qoşunu yox idi. Qədim Albaniya dövlətinə aiddir İskit şahlığı ilə sıx dostluq münasibətlərinin yaranması. Qədim Albaniya dövləti yaranarkən İskit şahlığı artıq çoxdandan, hətta bir əsr yaxın ki, süqut etmiş vəziyyətdə idi. Eramızdan əvvəl 53-cü ildə Romaya qarşı
Urartu ilə ittifaqa girməsi. Ümumiyyətlə eramızdan əvvəl 53-cü ildə Karra döyüşü baş verir və orada Romaya qarşı əslində Atropatena deməli ittifaqa girir. Burada da Urartu yazıb biz çaşdırmaq istəyiblər, amma bu heç cürə Albaniyaya aid deyil. İkinci Sarqonun o dönəm yox idi. Kullanmayandan kənd təsərrüfatı, sənətkarlığın bəzi sahələrində istifadə edilməsi, bəli. İndi dediyim kimi çox istifadə etmirdilər. Ateşpərəstlərin baş məbədin Qəbələ şəhərində uzadılması deyil, Atropatenanın paytaxtı Qazaka şəhərində deməli uzadılması idi. 18. Atropatena və Albaniya dövlətlərinin meydana gəlməsinin əhəmiyyəti nədir? Assuriyaya qarşı mübarizə. Assuriya o dövrdə yox idi əlbəttə ki. Azərbaycan xalqının təşəkkül prosesinin başa çatması, yoxsa başlaması? Burada başa çatması dediyinə görə bu yanlışdır. Azərbaycanda müstəqil dövlətinin bərpa edilməsi. Manna deməli Azərbaycan tarixində ilk dövlət kimi qəbul edilir. Manna süqut etdikdən sonra Atropatena, Albaniya dövlətləri isə Azərbaycanın müstəqillik dövlətçiliyini bərpa edir. Cavabımız olacaq C variantı. Qədim Albaniya dövləti ilə eyni dövrdə mövcud olmuş dövlətlər. Selevkilər, bəli, Atropatena dövləti kimlə deməli mübarizə aparıbsa, o dövrdə Albaniya dövləti də var idi. Assuriya yox idi, hətta bu tez əliyə, Midiya yox idi, Əhəmənlər yox idi. Çünki deməli Albaniya Atropatena yarananda bunlar artıq çoxdan süqut etmişdilər. 3 də Parfiya var idi. Cavabımız olacaq D variantı. Roma sərkərdəsi Pompeyin Xəzər sahillərində yürüşü dayandırılmasının səbəbi deyirik, eramızdan əvvəl 65-ci ildə deməli Qanıq döyüşündə Albanlar məğlub olur və bundan sonra Oroys partizan mübarizəsinə keçir. Müharibəsi də deyə bilərsiniz. Və bu dövrdə Albanlar, deməli Alban tayfaları, yaxud da Albanlar da deyə bilərsiniz, Roma qoşunlarına qarşı ciddi şəkildə mübarizə aparmışdılar. Buna görə də Xəzər sahillərinin yürüşü Pompeyi dayandırır. Eramızın 1-ci əsrinə aiddir. 3-cü Antioxun Atropatenaya yürüşü eramızdan əvvəl 3-cü əsr. Roma sərkərdəsi Pompeyin Albaniya yürüşü eramızdan əvvəl 1-ci əsr. Alanların Albaniya yürüşü 1-ci, 3-cü əsrlər 1-ci əsrdən başlayıb. Makedoniyalı İskəndərin adından Atropatenada ilk gümüş pulların kəsilməsi 4-cü əsr eramızdan əvvəl. Albaniya hökmdarlarının Roma İmperatoru Adrian ilə dostluq münasibətlərinin olması eramızın 2-ci əsri. Qədim Alban və Sak tayfalarına aid ümumi cəhət. Midiya və Babilə qarşı Assuriya dövlətini müdafiə etmişlər. Assuriya dönəmində Alban və Sak tayfaları yox idi. Manna ərazisində məskunlaşmışdılar. Heç biri Sak deyə bilər, amma Alban deyə bilmərik. İskit dövlətinin əsasını qoymuşlar, Alban deyil. Qavqamela döyüşündə Əhəməni ordusunun tərkibində vuruşmuşlar, bəli, Albandır, Sakdır. Qavqamela döyüşündə Əhəməni ordusunun tərəfində vuruşmuşlar. Urmiya göl ətrafında isə Albanlar məskən salmayıblar. 72-74-cü illərdə Alan tayfalarının Albaniya yürüşündə məqsəd sadə sualdır, əlbəttə ki, qənimət əldə etmək üçün. Eramızdan əvvəl 65-ci ildə deməli nə deyir, Albanlar üzərində qələbəsinin səbəbi Qanıq döyüşündən bəhs edir. Qanıq döyüşündə də qələbə qazanmasının səbəbi deməli Roma sərkərdəsi Pompeyin həmin Qanıq döyüşündə hərbi hilə işlətməsi idi. Burada varmı cavabımızda? Bəli var. Cavabımız olacaq C variantı. Atropatena və Albaniya dövlətlərinin tarixinə aid oxşar cəhət. Baxırıq, Əhəməni dövləti ilə eyni vaxtda yaranmaları heç biri, çünki Əhəməni dövləti eramızdan əvvəl 6-cı əsrdə yaranır. Albaniya Atropatena eramızdan əvvəl 4-cü əsrdə. Ərəb işğalları bu dövrdə yox idi. Selevkilərdən silah düşməsi sadəcə Atropatenaya aiddir. Roma sərkərdəsi Antoni tərəfindən asılı vəziyyətə salınmaları Albaniyaya aid deyil, Atropatenaya aiddir. Eramızdan əvvəl 1-ci əsrdə Albaniya yadelli yürüşünə məruz qalmaları hər ikisinin oxşar cəhətdir, Romalılar. Roma sərkərdəsi Pompey Hindistandan Qara dəniz sahillərinə gedən ticarət yollarını ələ keçirmək məqsədi ilə neynədi? Yenə sadə sual, hətta məzunlardan kim baxırsa və yaxud da ikinci şansa kim baxırsa, daha doğrusu hazırlaşanlardan kim baxırsa, birinci şansda sual var idi ki, Albaniya yürüşündə məqsəd nə idi? Hindistandan Qara dəniz deməli sahillərinə gedən ticarət yollarını ələ keçirmək. Cavabımız olacaq Y variantı.
Albaniya dövlətinin uyğunluq pozulmuşdur deyir, əvvəlcə onu deyək. Albaniya dövlətində hakimiyyət yerli hökmdarların əllərində idi. Eramızdan əvvəl 1-ci əsrdə, bəli, hələ də eramızdan əvvəl 1-ci əsrdə yerli hökmdarların əllərində idi, bəli. Manna dövlətinin əsası qoyulur eramızdan əvvəl 9-cu əsrdə, düzgündür. Albaniya dövləti Makedoniyalı İskəndərin hərbi yürüşünə məruz qalmışdır eramızdan əvvəl 4-cü əsrdə. Albaniya dövləti ümumiyyətlə Makedoniyalı İskəndərin vəfatından sonra yarandığı üçün bu pozulan variant sayılır. Ona görə cavabımız C-bəndi. Qədim Albaniya dövlətinə aid deyil. Qoşunların Roma sərkərdəsi Kandid tərəfindən məğlub edilməsi düzgündür. Eramızdan əvvəl 3-cü əsrdən İskəndərin pullarına oxşar, deməli, pulların kəsilməsi düzgündür. Hökmdar Oroysun Pompey ilə məktublaşması düzgündür. Sonra Alan tayfalarının hərbi yürüşünə məruz qalması düzgündür. Cavabımız olacaq Y-bəndi. Maqnezi döyüşü Atropatena tarixinə aiddir. Qədim Albaniyanın 2-ci əsr tarixinə aiddir. Əlbəttə ki, Roma İmperatoru Adrian ilə dostluq münasibətlərinin saxlanılması. 30-cu sual. Albaniya dövlətinin mövcud olduğu illərə uyğun gəlir. Midiya dövlətinin süqut etməsi eramızdan əvvəl 550-ci ildə, Albaniya dövləti 4-cü əsrin sonlarında yaranır. Sonra Qədim Romada ilk dəfə respublika quruluşunun yaranması eramızdan əvvəl deməli 527-ci il olmaydı. Elə bir şey xatırlayıram. Və bu dönəmdə də yenə Albaniya dövləti mövcud deyil idi. Pun müharibələri eramızdan əvvəl 264-də başlayır. Yəni 3-cü əsrin ortaları. Albaniya dövləti isə 4-cü əsrin deməli sonlarıdır. Qədim Albaniya tarixinə aid deyil. Yunan Əhəməni müharibələrində Əhəmənilərə kömək etməsi Əhəməni süqut etdikdən sonra Albaniya dövləti yarandığı üçün bu aid olmayan cavabımız kimi götürüləcək. Cavabımız A-bənd. Qədim Albaniya dövlətinin tarixinə aid deyil. Arasında Kaspilərin yaşaması. Bəli. İndiki Ermənistan torpaqlarının ölkə arasında daxil olması yenə bəli aid idi. Bu da təsərrüfat sahələrindən çalışanların çoxunun azad alınmalar olması, izah elədiyim kimi əsas təbəqə azad adamları idi. Makedoniyalı İskəndər vəfat etdikdən sonra Albaniya dövləti yaranır. Ona görə cavabımız burada olacaq D-bəndi. Ümumiyyətlə burada təkrar suallar çoxdur. Çox izaha ehtiyac olduğunu inanmıram. Qədim Albaniya dövlətinin tarixinə aid deyil. 3-cü Daranlı ordusunun tərkibində Makedoniyalı İskəndərə qarşı müharibədə iştirak edilməsi. Yenə deyirəm, yenə eyni söhbət. Makedoniyalı İskəndər vəfat etdikdən sonra Albaniya dövləti yaranır. Albaniya dövlətinə aiddir. Qavqamela yürüşündə Albaniya dövləti yox idi. Nə qədər təkrar sual oldu deyə. Uyğunluq gözlənilmişdir. Deməli, sual 35. İkinci Sarqon eramızdan əvvəl 650-ci ildə yox idi. 650-ci ildə Aşurbanipal idi Mannaya hücum edən. Albaniyanın əsasını təşkil edirdi. Zamua vilayəti bu Mannaya aid cəhətdir. Roma qoşunları ilə mübarizə aparmışdır. Albaniya hökmdarı Oroys düzgündür. Uyğunluq gözlənilib. Atropatena hökmdarı Ariobarzan mübarizə aparıb. Selevki hökmdarı 3-cü Antioxla bu Artabazana aid deməli xüsusiyyətdir. Albaniya padşahı Oroys sülh bağlamışdır. Roma sərkərdəsi Pompey ilə düzgündür. Yenə ehtiyacı olmayan sual. Oroysun hakimiyyət dövrü üçün xarakterik idi. Nə idi? Roma sərkərdələri ilə mübarizə və Pompey ilə saziş. Uyğunluq gözlənilmişdir. Albanlar Romalılarla mübarizə aparıb eramızdan əvvəl 1-ci əsrin 30-cu illərində, bu düzgündür, eramızdan əvvəl 36-cı ildə İber Kanidi hücum edir. Albanlara düzgündür yenə. Albaniya dövlətinə aid səciyyəvi xüsusiyyət maraqlı sual oxşuyur. Əvvəlcə Atropatena, sonra Sasanlar dövlətinin tərkibinə daxil olmuşdur. Atropatenanın tərkibinə daxil olmayıb. Azərbaycanın cənubunda yaranmamışdı, şimalında yaranmışdı. Quldarlıq dövləti olmuş, dövründə yaranmış, feodal dövlət kimi süqut edib, bəli. Azərbaycanın şimalında yaranmış, erkən orta əsrlər dövrü bütün ərazilərini özünə birləşdirməyib. Slavyanların Cənubi Qafqaza yürüşlər dövründə süqut etməmişdir. Ümumiyyətlə, onun dövründə Slavyanların yürüşü yox idi. Eyler-Venn diaqramı Atropatena Albaniya eramızdan əvvəl 1-ci əsrdə xarici müdaxiləyə məruz qalır. Bu hər ikisi üçün
oxşar cəhətdir. Roma qoşunları əhalisi Yunan yazısı ilə tanış olmuşdu. Hər ikisi üçün eramızdan əvvəl 36-cı ildə Romaya qarşı döyüşdə qalib gəlir. Hər ikisi də Romaya qarşı mübarizə aparır, amma qalib gələn Atropatena dövləti olur. C düzgündür. Atropatenaya Araz çayından şimalda yaranması Albaniya, Selevkilərin yürüşünə məruz qalması Atropatena. C-Y, D, A, B. Baxırıq C bənd. 41. Albaniya dövləti eramızdan əvvəl 1-ci əsrin 60-cı illəri, eramızdan əvvəl 1-ci əsrin 30-cu illəri. Deməli, Roma qoşunlarına qarşı hücumlarına məruz qalmışlar. Bəli, 66-65 Padşah Kozis'in hakimiyyəti olması, Kozis padşah deyildi. Roma ilə saziş imzalanması bəli. Bir AC sadəcə Y variantında var. Bu qədər sadə, bu qədər rahat. Parfiya Atropatena dövlətinin müstəqilliyinə son qoyurdu. Cənubdan Albaniyaya Parfiya təhlükəsi artdı və nəticədə nə oldu? Albaniya hökmdarı Roma ilə əlaqələri gücləndirdi. B variantı. Sadə sualdır. Sonra, hansı nəticə əlaqələrin düzgün verildiyi bənd. Albaniya dövləti yarandı. Azərbaycanın şimalında ilk şəhərlər meydana gəldi. Albaniya dövlətindən əvvəldə şəhərlər var idi. Kənardan gətirilən pullar ticarətdə deməli tələbatı ödəmədi. Nəticədə Albaniyada yerli pullar kəsildi. Düzgün ola bilər. C-yə baxırıq, Qavqamela döyüşü baş verincə Albaniya dövləti deyir səhvdir. Antoni şərq ölkələrinə hücum etdi. Atropatena və Albaniya Roma Respublikasına asılılığı qəbul etdi. Atropatena qəbul eləmir. Pompey, Kür və Qanıq sahil sahillərində üzərində qalib gəldi. Xəzər dənizi sahillərinə keçən ticarət yolları Roma İmperiyasının nəzarətinə keçdi. Birincisi Roma İmperiyasının nəzarətinə keçmir. İkinci isə deməli asılı vəziyyətə düşmür və s. bir şeylər deyə bilərik. B variantı düzgün cavabımızdır. Hadisə nəticə əlaqəsi. Hanidi Albaniya hökmdarı Zoberi deməli məğlub etdi. Albaniya yerli hökmdarların hakimiyyəti başa çatdı. Düzgün ola bilər. Roma və Albaniya qoşunları arasında Qanıq çayı sahilində döyüş baş verdi. Hökmdar Kozis deyildi. Antoni şərq ölkələrində yürüş etdi. Roma və Parfiya arasında ilk döyüş baş verdi. Bu eramızdan əvvəl 53-cü il, 38-ci ildə ola bilər, amma ilk döyüş deyildi. Roma İmperiyası parçalandı. Azərbaycanın şimalında ilk quldar dövləti yarandı. Albaniya dövlətindən bəhs edilir, düzgündür. Albaniya dövlətinin siyasi və iqtisadi tədbirləri. Roma İmperiyasının ilə dostluq münasibətlərinin qurulması, əlbəttə ki, Adrian dövlətlə əlaqələr qurur, siyasi tədbirdir. Sonra təsərrüfata qul əməyindən istifadə edilməsi bu sosial-iqtisadidir. Parfiyanın işğalına qarşı mübarizə aparıb mı? Bəli, hətta Atropatena dövlətini asılı vəziyyətə saldıqdan sonra deməli buna görə Roma ilə əlaqələr saxlayır, gücləndirir müttəfiqliklərini. Bir AC, B variantı. İqtisadi tədbirlə yerli pulların kəsilməsi, Romanın işğalçılıq siyasəti siyasidir. Katakomba qəbirləri iqtisadi tədbir deyil. 72-74-cü illər gördüm, bu demək istəyir ki, Alban tayfalarının yürüşü. Bəhs olunan yürüşün nəticəsində alanlar deməli, Atropatena və Albaniya dövlətinin müstəqilliyinə son qoymurlar. Parfiya canişinlərin qüvvələri məğlub edib Atropatenanı deməli məğlub edib Atropatenanı qarət etdilər. Düzgün cavabımız budur. O dönəmdə Atropatena Parfiya canişin qüvvələri ilə idarə olunurdu. Qədim Atropatena və Albaniya dövlətlərinin fərqli və oxşar cəhətləri. Romalıların hücumuna məruz qalmışdılar. Hər üçün oxşar cəhətdir. Ay məbədinin baş kahininin padşahdan sonra ən hörmətli şəxs olması Albaniyaya aiddir. Tikintidə kiramiddən istifadə hər ikisinə aiddir. Haylandur Hunlarının hücumuna məruz qalması heç birinə aid deyil. Sonra Selevkilər dövlətinin asılı düşməsi Atropatenaya aiddir. Kaspi dövlətinin deməli ölkə ərazisində məskunlaşması hər ikisi. Cavabımız B. Daha əvvəl oldu. Maqnezi döyüşünün baş verməsi eramızdan əvvəl 190. Roma sərkərdəsi Pompeyin Albaniya yürüşlərinin başlaması eramızdan əvvəl 1-ci əsr. Roma sərkərdəsi Antonin Atropatenaya hərbi yürüşü eramızdan əvvəl 1-ci əsrin 2-ci yarısı. Azərbaycan ərazisində İskit şahlığının əsasının qoyulması eramızdan əvvəl 7-ci əsr.
Roma sərkərdəsi Canidi'nin Albaniyaya yürüşü eramızdan əvvəl 1-ci əsr. Cavabımız olacaq D. Daha əvvəl olmuşdur. Roma sərkərdəsi Pompeyin Albaniya hərbi yürüşlərinin başlanması eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısı. Azərbaycan arasında İskit şahlığının süquta uğraması eramızdan əvvəl 596-cı əsr. Roma sərkərdəsi Antonio deməli Atropatenaya hərbi yürüş etməsi eramızdan əvvəl 1-ci əsrin 2-ci yarısı. Albaniyada Makedoniyalı İskəndərin pullarına oxşar deməli pulların kəsilməsi eramızdan əvvəl 3-cü əsrin əvvəlləri. Alanların Albaniyaya yürüşünün başlaması bizim eramın 1-ci əsr. Cavabımız olacaq B variantı. Qədim Azərbaycan dövlətləri Atropaten Albaniya. Baryakın üsyanının yatırılması Atropatenaya dövlətinə aid deyil. Ona görə A variantı deyil cavabımız kimi. Bir dənə bütün cavablarımız gedir. Bir dənə cavabımız olacaq C bəndi. Bu qədər sadədir yəni. Bu suallar heç də çətin deyil. Yenə eyni sualdan da biraz fərqli. Romalıların hücumuna məruz qalıb Atropatena düzgündür. Ay məbədin kahanı Albaniyadadır. Qavqamela döyüşündə Atropatena dövləti yox idi. Biraz sadəcə A gedəcək Y bəndi. Bu qədər sadədir əlbəttə ki. Albaniya dövlətində təsərrüfatda və sənətkarlıqda məşğul olan insanların əksəriyyəti azad idi dediyim söhbətə gəlirik. Qul əməyindən hökmdarın və yuxarı təbəqələrin təsərrüfatında istifadə edilmişdir. Hər iki cəhət nə göstərir? Əlbəttə ki, deməli, qul əməyindən bu Misir kimi olsun, Çin kimi, Hindistan kimi dövlətlər qədər geniş istifadə etmirdilər Albaniya və Atropatena dövlətləri. Y bəndə olacaq cavabımız. Qanıq çay deyir, gözümüzə batan cavabları görürük. Burada qanıq döyüşündən bəhs eləyir. Həmin deyir, mətndə fəaliyyətindən bəhs edilən Alban hökmdarı, yəni deməli nə idi o? Adı Oroys. Atropatena hökmdarı Arazla ümumi cəhəti nə idi? Roma qoşunlarına qarşı mübarizə, Artabazda Fraspa döyüşünü deyə bilərik. Oroys və Artabaz Eylerben diaqramı xarici hərbi müdaxiləçiyə qarşı mübarizə hər ikisi 1-ci əsrin 60-cı illərində hakimiyyət olması heç biri. Çünki bizim erada heç biri olmayıb. Roma ilə müqavilə bağlaması Artabaz, Oroys, estağfurullah. Sonra Fraspa döyüşündə qalib gəlməsi Artabaz, Roma imperiyasının qoşunları ilə toqquşması heç biri. Çünki o dövrdə Roma imperiya deyil idi. 1C, 2D, 3A, Y bənd. Oroys bu səfər də Artabazdan gəldi. Ölkənin deməli xarici hərbi müdaxiləyə məruz qalması hər ikisi yenə Artabazdan dövründə deməli Selevki hökmdarı 3-cü Antioxu deyə bilərik. Roma sərkərdəsi Pompey ilə saziş Oroys. Sonra Kür çayı sahilindəki döyüşdə iştirak etməsi Oroys. Sonra Selevkilərin asılılığı Artabazdan. Roma imperiyası ilə dostluq əlaqələri o dövrdə heç bir dövründə imperiya deyil idi. 1BC, 2D, 3A. Cavabımız olacaq C bənd. Qarışıq testimizə gəldik. Eramızdan əvvəl 1-ci əsrin 30-cu illərində hakimiyyətdə olan kimdir? Ümumiyyətlə Kozis heç vaxt hakimiyyətdə olmayıb, sərkərdə olub. Oroys 60-cı illərdir. Artabaz 30-cu illərdir. 1A. Romanın işğalçılıq siyasətində qarşı mübarizə aparmışdı. Artabaz eramızdan əvvəl 36, Oroys və Kozis Kür və Qanıq döyüşləri 5-ə B. Pompeyin rəhbərliyi ilə Roma ordusu ilə döyüşdə məğlub olmuşdu. Bu 4-də C. Qanıq sahilində döyüşdə ağır yaralanmışdı. Olacaq burada D. Kür çayı sahilindəki döyüşdə Alban dəstələrinin rəhbərliyi Oroys idi. 1A, 2Y, sonra 3 son nədir? D, 4C, 5B. Cavabımız olacaq deməli D bəndi. Yenə belə bir sual. Albaniya dövlətini idarə edirdi Oroys və Zober. Burada 4-ə A gedəcək. 4-ə A gedənlərdən sadəcə D variantı var. Manna, Atropatena, Albaniya. Roma dövlətinin hücumuna Albaniya və Atropatenadır. 4-ə A. Bu səfər 2 variant da var. 1 ya B ya C baxırıq. İskit şahlığı ilə ittifaqda olur. Manna düzgündür. Cavabımız olacaq A bəndi. Manna, Atropatena, Albaniya Asuriyan hücumuna məruz qalmışdı. Bu Mannaya aid cəhətdir. B ilə C gedir.
Roma İmperatoru Adrianla dostluq münasibətləri Albaniyaya aiddir. Roma İmperiyası ilə dostluq münasibətləri qurmuşdur. Sonra Roma Parfiya dövlətinin müstəqilliyinə son qoymuşdu. Tərəfindən müstəqilliyinə son qoyulub deməli olacaq. Atropatena 2D. Sonra 4-ə hansıdır? Hər ikisi üçün oxşar cəhət imperiya ilə dostluq əlaqələrdir. Quldar dövlət olmuşdu hər üç. 1A, 2D baxırıq A bəndi. Hansı dövlətə aid xüsusiyyət verilməmişdir deyir. 3-cü əsrin ortalarına qədər Roma İmperiyası ilə siyasi iqtisadi əlaqələr davam etdirilmişdir. Bu Albaniya dövlətinə aiddir. Paytaxtı Zərdüştlük dininin müqəddəs şəhəri olmuşdu. Atropatenaya aiddir Qazaka şəhəri. Midiya dövləti tərəfindən müstəqilliyinə son qoyulmuşdu. Manna dövləti, İskit dövləti. Burada cavabımız olacaq. Y bəndə Əhəmənilərə aid bir cəhət verilməyib. Açıq suallarımıza keçid edirik. Qədim Albaniya dövlətinə aiddir. Parfiya dövlətinin süqutundan sonra yaranmışdır. Xeyr, yəni hətta Parfiya dövlətindən əvvəl yaranmışdı. Parfiya dövləti eramızdan əvvəl 247-də yaranır. Albaniya dövləti 4-cü əsrin sonları eramızdan əvvəl. Hakimiyyətdə Yunan əyanlarının əlində cəlməşmişdi, heç biri. Yəni Albaniyaya aid deyil. Makedoniya İskəndərinin imperiyasının parçalanmasının əsasında yaranmışdı. Düzgündür 3. Makedoniya İskəndərin pullarını oxşar pul kəsilmişdi. Eramızdan əvvəl 3-cü əsrin 1-ci yarısında. Fraspa deməli Atropatenaya aiddir. Qədim Albaniya müvafiq olaraq eramızdan əvvəl 3-cü əsr, eramızdan əvvəl 1-ci əsr tarixinə aiddir. Eramızdan əvvəl 3-cü əsrdə nə idi? Makedoniya İskəndərinin pullarına aid pullar kəsilmişdi oxşar. Sonra eramızdan əvvəl 1-ci əsrə isə Roma sərkərdəsi Kanidi hücum eləmişdi. Heç biri bunlara aid deyil. Bu səfər eramızdan əvvəl 1-ci əsr, sonra eramızın 3-cü əsrinə qədər deyir. Eramızın 1-ci əsrində qanaq döyüşü baş verilmişdi. Biri götürəcəyik. Eramızın 3-cü əsrində isə baxırıq Sasanilər tərəfindən işğal edilməsi bəli 200 neçənci ildə idi? 262-ci ildə idi. Cavabımız olacaq 1-4. Qədim Atropatena və Albaniya dövlətlərinin tarixinə aid oxşar cəhət. Azərbaycanın şimalında yaranmışdı sadəcə Albaniya, Yunan mədəniyyətlə tanış idi. Hər ikisi Romanın yürüşünə məruz qalıb. Hər ikisi Yunan qoşunları heç birində. 2-3. Qədim Albaniyaya aiddir. Roma İmperiyası ilə siyasi mədəni əlaqələr saxlanmışdı. 1. Roma İmperatoru Pompeyin yürüşünə məruz qalıb. 2. Memarlıqda kirəmitdən istifadə 3. Sonra Makedoniya İskəndərin pullarına oxşar pullar kəsilməsi. Bir dəqiqə. Nə danışıram mən? Pompey imperator deyil idi axı. 1, 3. Makedoniya İskəndərin pullarına oxşar pullar aiddir. Selevki hökmdarının hücumuna məruz qalmayıb. Eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında Roma ordusunun yürüşünə məruz qalmış dövlətlərin paytaxtı. Lukul və Pompeyin yürüşü Atropatenaya bu olacaq. Qazaka və Qəbələ əlbəttə ki, sabahdan bəhs edirik. Cavabımız olacaq 2-3. Uyğunluq müəyyən edin. Oroys qanıq döyüşü düzgündür. Oroys Kür döyüşü düzgündür. Artabazan Kara döyüşü düzgün deyil. Artabaz Fraspa düzgündür. 1, 2, 5. 65-ci il Romalılarla Albanlar arasında baş vermiş döyüşə aid deyil. Kozis padişah deyildi. Qanıq çayı yaxında baş vermişdi. Düzgündür. Antoninin rəhbərlik etdiyi qoşunların qalib gəlməsi Antoni başçılıq eləmirdi. Cavabımız olacaq 1-3. 66-cı ildə bu səfərə aid deyil deyir. Padişah Oroysun qalib gəlməsi aid deyil. Kür çayı sahilində baş verib düzgündür. Roma qüvvələrinin Pompey rəhbərliyi düzgündür. Cavabımız olacaq 1-4. Eramızdan əvvəl baş vermiş Kür və qanıq döyüşlərinə aid ümumi cəhətlər Albaniya hökmdarı padişah Kozis deyildi. 1-ci əsrin 1-ci yarısında baş verib, 2-ci yarısında baş verməyib. Qərbi Roma imperiyası bu dövrdə yaranmayıb. Sonra Romalıların Pompeyin rəhbərlik etdiyi qoşunların Albanlarla toqquşması düzgündür. Romalıların qələbəsi ilə nəticələnməsi düzgündür. Cavabımız 4-5. Qədim Albaniya dövlətinin ictimai və dövlət quruluşunun səciyyəvi cəhətlərini müəyyən edin. Hökmdarların Ağsaqqallar Şurasından asılı olması belə bir şey yoxdur, qeyri-məhdud idi səlahiyyətlər. Padişahın yanında qanunverici şuranın fəaliyyət göstərməsi yenə aid deyil. Həbslərin əhalinin üçüncü təbəqəsində daxil olması düzgündür.
Kənd təsərrüfatının bütün sahələrində qol əməyindən istifadə edilir, düzgündür. Amma digər sahələrdə heç birində istifadə edilmir, sənətkarlığı bəlkə deyə bilərik. Cavabımız 3, 4. Sonra bir dəqiqə. 5-ciyə baxıram. Dövlətin qeyri-məhdud hakimiyyətə malik padşah. Cavabımız olacaq burada. Bir dəqiqə. Təzədən baxaq. Kənd təsərrüfatının bütün sahələrində. Kənd təsərrüfatının bütün sahələrində. Kənd təsərrüfatının kitabda yazılır dərsliklərdə ki, kənd təsərrüfatının və sənətkarlığın bəzi sahələrində sadəcə istifadə olunur. Bütün sahələrində sözü yox. Çaşdırdılar bizi. Cavabımız olacaq 3-5. Qədim Albaniya dövlətinə aid olmayan xüsusiyyətlər. Kaspi tayfalarının ölkədə məskunlaşmağa başlamamışdılar. Kaspi onsuz da əvvəlcədən də var idi. 1 var. Roma İmperatoru Pompey deyil idi. Romalılarla sülh bağlayıb düzgündür. 1-ci əsrin 2-ci əsrində yad ellərin yürüşünə məruz qalıb düzgündür. Alanların yürüşü. Ordusun başçısının əhalinin 1-ci təbəqəsinə aid olması düzgündür. Yenə aid olmayan Naks tayfalarının məskunlaşmağa başlaması aid deyil. Antoni İmperator deyil. Hakimlər 1-ci təbəqəyə aiddir, düzgündür. İkinci yarısında edilən yürüşü deməli nədir? Yox. Roma deyə bilərik. 3-cü əsrin əvvəllərində Roma imperiyası ilə siyasi iqtisadi əlaqələr düzgündür. Cavabımız olacaq 1-2. Hansıların yerini dəyişdirsə xronoloji ardıcıllıq alınır. Albaniya ordusunun hakimiyyətə gəlməsi ümumiyyətlə 60-cı illər deyib keçirik. Kanidin Albaniyadan asılı olması alınması eramızdan əvvəl 36. Roma sərkərdəsi Antoninin Parfiya qoşunları üzərində yürüşə başlaması eramızdan əvvəl 38. Ariobarza bizim eradır. Sonra Alan tayfaları bizim eradır. Cavabımız olacaq burada 2-3. Hansıların yerini dəyişsək yenə alınır deyir. Albaniyada Oroysun hakimiyyətə gəlməsi 60-cı illər. Kanidi eramızdan əvvəl 36. Roma Parfiya qoşunları arasında Karadır eramızdan əvvəl 53. 2 ilə 3-ü dəyişsə əlbəttə ki düzgün alınır. Xronoloji ardıcıllıq Antoninin şərqi yürüşü eramızdan əvvəl 1-ci əsr. Olacaq 1-ci əsrin 2-ci yarısı. Pompey 1-ci əsrin 1-ci yarısıdır. Qavqamela döyüşü eramızdan əvvəl 4-cü əsrdir. 330-da. Xronologiya eramızdan əvvəl 4-cü əsr 338. Cavabımız olacaq 4, 3, 2, 1. Xronoloji ardıcıllıq İskit dövlətinin süqutu 590 eramızdan əvvəl. İranzun mərkəzləşdirmə siyasəti eramızdan əvvəl 8-ci əsr. Pompeyin başçılığı ilə Roma ordusunun Albaniyaya yürüş etməsi eramızdan əvvəl 1-ci əsr. Atropatın kiçik mediaya satrap təyin olunması eramızdan əvvəl 4-cü əsr. Cavabımız olacaq burada deməli 2, 1, 4, 3. 2, 1, 4, 3. 78. Xronoloji ardıcıllıq Kanidi eramızdan əvvəl 36. Qavqamela eramızdan əvvəl 330. Magneziya döyüşü eramızdan əvvəl 190. Sargon eramızdan əvvəl 719. 4, 2, 3, 1. Xronoloji ardıcıllıq Roma qoşunları Alban qoşunları arasında Kür çayı sahilində vuruşma 66 eramızdan əvvəl. Fraspa şəhəri eramızdan əvvəl 36. Atropatena Selevkilər dövlətinə asılı vəziyyət düşməsi eramızdan əvvəl 223. Sargon Mannaya yürüşü 7-ci əsr. 8-ci əsr daha doğrusu. 4, 3, sonra 1, 2. 80. Xronoloji ardıcıllıq yenə. Fraspa eramızdan əvvəl 36. Atropatena eramızdan əvvəl 4-cü əsr. Pompey eramızdan əvvəl 65. İstöyüşü eramızdan əvvəl 338. 4, 2, sonra baxırıq 4, 2, 3, 1. Xronoloji ardıcıllıq Makedoniya şəhərlərinin pullarına oxşar pullar eramızdan əvvəl 3-cü əsr 1-ci yarısı. İranzunun ölkədə canşenlik sisteminin yaratması bu eramızdan əvvəl 8-ci əsrdir. İran sonra Atropatena Romalılara qarşı yürüş etməsi olacaq eramızdan əvvəl 1-ci əsr. Ahşerlə müstəqil xarici siyasət yürütməsi eramızdan əvvəl 7-ci əsr. 2, 4, sonra 1, 3. Uyğunluğu müəyyən edən Manna, Atropatena, Albaniya. Kanidinin yürüşün əsasında Romalılara məğlub olmuşdur. Bu Albaniyaya aiddir. Urartun hücumdan məruz qalıb Manna. Paytaxt Qazakayda Atropatena əsası İran tərəfindən Manna qoyulmayıb, Hudakidə var idi. Roma sərkərdəsi Pompey ilə sülh imzalayan Albaniya. 1B, 2C, 3A'yı. 83. Manna, Atropatena, Albaniya. Paytaxt Qəbələ idi. Albaniya.
Maqnit döyüşündən sonra müstəqilini bərpa edib Atropatena. Midiya dövlət tərəfindən son qoyulub son müstəqilliyinə Manna. Eramızdan əvvəl 1-ci əsrdə Roma qoşunlarını məğlub etmişdir Atropatena. Hökmdar Ahşenin dövründə süqut etmişdir heç biri. 84. İskiz şahlığı Atropatena Albaniya. Fraspa döyüşündə qalib gəlib Atropatena. Roma sərkərdəsi Pompey ilə Albaniya. Əhəmənilər imperiyası ilə müttəfiq olmuşdu. Yəni, aid edə bilərəmmi bilmirəm. Eramızdan əvvəl 7-ci əsrdə yaranır İskiz şahlığı. 6-cı əsrin ikinci yarısında süqut edib heç biri. 85. 1-ci əsrin birinci yarısı. 1-ci əsrin ikinci yarısı, ikinci əsr. Kürd sahəsi halindəki döyüş 1-ci əsrin birinci yarısı. Atropatenanın yenidən müstəqilliyi əldə etməsi heç biri. Çünki o eramızdan əvvəl ikinci əsrdir. Dəqiqə nə oldu? Roma sərkərdəsi Antoni şərqi yürüyüş təşkil etməsi bu deməli olacaq Atropatenaya aid. Hətta 1-ci əsrin ikinci yarısına. Niyə yazdım mən? C. Sonra Roma İmperatoru Adrianla 2-ci əsrdə dostluq əlaqələri saxlayırdılar. Sonra Maqnit döyüşü eramızdan əvvəl 2-ci əsrdir. Yəni eynilərdə baxırıq. Qanaq çayı 1-ci əsrin birinci yarısı. Albaniyaya alanların ilk dəfə yürüşü 1-ci əsrdə eramızın 1-ci əsrində. Roma sərkərdəsi Antoni Fraspa şəhərində məğlub edilməsi 2-ci yarısı. Yerli hökmdarlar tərəfindən idarə olmaya başlaması eramızdan əvvəl 4-cü əsr. Roma İmperatoru Adrian 2-ci əsr 1A, 2C, 3Y. Belə əziz abituriyentlər, Albaniya dövlətinin izahını çəkdik. Başa düşmədiyiniz nəsə olarsa, rəylər bölməsini yazmağı unutmayın. Kanala abunə olmayı və like atmağı unutmayın. Növbəti dəfə artıq ümumi tariximizə keçid edə bilirik. Misirlər və Şumerləri izah edəcəyik. Təşəkkür edirəm. Gələn dəfə görüşənədək.